çoxlarımıza asan gələn, amma testlərdə tez-tez qarşımıza çıxan bir məqam haqqında danışacağım. Bu, bitişdirici samitlərlə bağlı olan bir məqamdır. Bildiyimiz kimi, bitişdirici samitlərlə bağlı testlərdə müxtəlif sual formasına qarşılaşmış oluruq. Bəzi məqamda bizdən soruşur ki, hansı sözdə və sözlərdə yıl bitişdirici samitdir, yaxud əminliklə söyləmək olar ki, yıl bitişdirici samitdir, yaxud da K-nin yer keçməsi hadisəsi baş verir. Bildiyimiz kimi, milli mənşəli çox ricalı və bəzi alınma sözlərdə saitlə başlanış etmişdir ki, yer keçmiş olur. Bəzi məqamlarda isə belə bir sual olur ki, yığını həm bitişik samit kimi, həm də K-nin yer keçməsi kimi götürmək olar. Bu məqamları bilmək üçün, qarışdırmamaq üçün nələr bilməliyik? Bizə yer samitindən verilən sözlər olduqda, həmin yığların üst tərəfinə K-nə əlavə etmiş olur. Əgər K-nə söz olmazsa, deməli, həmin sözlərdə əminliklə demək olar ki, yığı bitişdirici samitdir. Anya sözündə yığını 2 ilə əvəzləmiş oldu amak. Belə söz dilimizdə yoxdur. Babiya sözündə də babak yoxdur, daniya sözündə də danaş yoxdur. Deməli, bu sözlərdə yığının bitişdirici samit olduğunu əminliklə söyləmək olar. Digər məqama fikir verək. Fələk sözündə yığını 2 ilə əvəz elədim, fələk. Kəpənək sözündə yığını 2 ilə əvəz elədim, kəpənək. Tüfək sözündə də yığını 2 ilə əvəz elədim, oldu, tüfək. Burada K-nin i-ya keçməsi var. Amma yenə də diqqətli olmalıyıq hansı məqama. Çünki dediyim kimi, K həm yer keçmiş ola bilər, həm də ki, yığ bitişdirici ola bilər. Bunu da rahat müəyyən etmək üçün nəyə fikir verməliyik? Yığdan əvvəlki hissəyə baxırıq. Əgər yığdan əvvəlki hissə sözdürsə, deməli, orada həm 2-nin i-yə çevrilməsi var, çünki yığın üst tərəfinə 2 qoyanda söz alınır. Həm də ki, yığı bitişdirici samitdir. İndi baxaq, fələk sözündə yığdan əvvəlki fələk yoxdur, kəpənək sözündə yığdan əvvəlki kəpənək yoxdur, tüfək sözündə yığdan əvvəlki hissə tüfək sözləri dilimizdə yoxdur. Deməli, bu sözlərdə K yalnız i-yə keçmiş olur. Yəni, yığın bitişdirici məqamı yoxdur burada. Digər sözə baxaq, bərək var, ələk var, dəlik var. Yığının üstlərinə ki, ərəbində görürəm ki, söz əmrə gəlir. Deyə bilərəm ki, K-ı burada yerə keçir. Görən yığının əvvəlki hissə varmı? Bələ də var, ələ də var, dəli də var. Dəlik. O mənasında dəlidəki, bildiyimiz kimi, psixoloji cəhətdən problemi olan şəxslərdir. Deməli, burada bələyə sözündə həm K-nin yerə keçməsi var, həm də yığ bitişdiricisidir. Məsələn, ana övladına deyir ki, ay baba, bu bələyi mənə gətir. Və hətta ki, bələyə toxunma. Onda artıq bu söz bələş formasındadır və bu sözdə K-yə çevrilmiş olur. Məsələn, bəzi digər bir məsələ toxunaq, yəni nümunə çəkmiş olaq. Qaynata deyir ki, qaynana imkan versiydi, qaynanın imkan versiydi, gəlin uşağı bəliyərdi. Bu zaman artıq bələmək verilir. Burada K-yə bələkdir, K-yə çevrilməsi yoxdur. Burada bələmək verilir və 2 saati qovuşdurar, yığ bitişdirici samitindən istifadə olunur. Deyirəm ki, ələyi mənəlidir, ələk. K-yə çevrilir. Deyirəm, məsələsinə, kaş uşaqlar qumu vaxtında əliyə. O zaman ələmək yolu olacaq ki, burada yığə çevrilməyəcək, yığ bitişdirici samit olmuş olacaq. Eyni zamanda dəliyə sözdə bu məqamda özünü göstərmiş olur. Keçək bu məsələyə gəldi məqama, bu məqamda düzdür, testlərdə çox qarşımıza çıxmır, amma bunu da bilsək daha yaxşı olar. Bildiyiniz kimi, yönlü qal şəkilçisi,
geri qal şəkilçi, çıxış qal şəkilçi qəbul etmiş bəzi sözləri iki şəxsə düşünə bilər. Həm ikinci şəxsin təkində, həm də üçüncü şəxsin təkində. Bu zaman n-larda hansı məqam özünü göstərəcək? Baxaq, sənin köynəyinə ləkə düşdü, ikinci şəxs, onun köynəyinə ləkə düşdü, üçüncü şəxs. Deməli, burada n-da fərqli özünü göstərmiş olacaq. Sənin köynəyinə ləkə düşdü, bu cür düşünsə olacaq sənin köynəyin. Burada ınsıdır, bölükdə mənsubə şəkilçi olacaq. Yəni, ensamiti mənsubə şəkilçinin tərkibində olacaq. Onun köynəyinə ləkə düşdü olub dersə, onun köynəyi ısdır, burada təkcə mənsubə şəkilçi olacaq, n-da bitişdirici samit olacaq. Deməli, bu məqamda da görmüş olduq ki, n həm bitişdirici samitdir, həm də mənsubə şəkilçinin tərkibindədir. Babanı apardılar. Bu, həm sənin baban qaldır. Həm də ki, adicə babanı səhər-səhər götürüb şəhərə apardılar, səhərindən bağlı, xəstəxanaya apardılar. Burada təksər, təsir aşağıdası və bitişdirici olarlar. Sənin baban. Bu zaman sənin baban, sözün kökü baba olacaq, bunu mənsubə şəkilçi olacaq. Təkcə mənsubə şəkilçi olacaq. Amma babanı apardıqda isə, babanı apardıqda isə, bu olacaq təsirdə, yəni sənin baban yox, acı babanın üçün şəxsə götürüb, səhərindən baxın, təkmə apardılar. Bu zaman bu təsirdə şəkilçi olacaq, bu isə ilişdirici samit olacaq.